Salam hörmətli izləyicilərimiz, sizə sarayın tam mərkəzində bir nömrəli məktəbə yaxın, Gəncə təndirinə yaxın, ana yola 50 metr məsafədə, marşruta yaxın, Baku bas işləyirəm 508, ona yaxın möhtəşəm bir dənə ev tapmışam. Özü də ki, burada ipoteka ilə də satış mümkündür. Yəni paket kupça əldə eləmək olur bu evimizdə, qeydiyyata da düşmək olur. Kürsü, evin kürsüsü görürsünüz, gözəlliyi göz oxşayır. Bu qiymətə 74.000 manata ev yoxdur. Evin də qiymətinin əmlak sahibinin nömrəsini verəcəyik. Gələcəksiniz, ofisdə oturacaqsınız, özü ilə söhbət edəcəksiniz. Biz qiymət məsələsinə qarışmırıq. Bax, mərkəzi kanalizasiya tərəfi. Burada əkin üçün yer ayrılıb. Arxasında da əkin üçün yer var. Məsələn, burada da böyük bir dənə yer ayrılıb əkin üçün. Ala məsafəsi saxlanılıb. Kim istəsə buranı əkib becərə bilər. Bax, burada maşın girir, 2 dənə rahatlıqla maşın girir həyətinə. Hələ çox şeylər bəyənirəm, hörmətli izləyicilərimiz. Su qrantına kimi var, hətta. Su qrantına kimi var. Fasad hündür evdir. Padvalda gəzirsiniz. Dən keçək padvala da baxaq. Padvalı göstərmir bəzi. Mənim xoşum gəlir ki, məsələn, elə adamlar var, padvalı göstərir. Bax, bura istəşki olunub. Deməli, 1, 2, 4, 5, 6, 7, 8, 9 daşlı, bir daşlı yeri qazıyıblar betona qədər. 10 daşın üstündə var. Kombinin xəttləri burada. Atmalar, millər bir daşdan bir atılıb. Bəyəndim. Hörmətli izləyicilərimiz. Sarayın tam mərkəzi hissəsində yerləşir. Yenə qeyd edirəm, qiymət münasibdir. Başda 9-10 daşın üstündə sarayda deməli 95 kvadrat. Tam dəqiqliyi ilə deyirəm, 95 kvadrat evdir. Çöldən çölə 100 kvadrat deyək də, 100 kvadrata yaxın evdir. Hər bir şeyi hazır. İstənilən vaxt gəlin, behninizi verin, gedək alqı-satqıya. Gözəl. Buradan girdik. Təmiri qutarıb, yekunlaşıb, tam hazır vəziyyətdədir. Solda bir dənə, burada böyük bir dənə zalı var. Baxa bilərik. Hörmətli izləyicilər, böyük zalı var. Qoşaq kubiklə tikilib, kəmər, 20-nin 40-a kəməri verilib. Bir dənə oradan götürür, hörmətli izləyicilərimiz baxsın. Tavan işləmələri, ledləri qaydasında, tavan hündürlüyü 3 metrdir. Kim istəsə, reallıqla gəlib, evə baxmaq istəsə, açar əmlak ofisimizdədir. Buyurun, gəlin, baxın, bir çayımızı için, bir o ala bilir. Acığınız varsa çörəyimizi yiyin, əmlak sahibini özüm çağıraq, özü ilə danışın. Allah, o qardaşımız var, indi onu atacağım videosunu, baxacaq. İpotekinin ev istəyirdi, bir gün baxıb ona kirayədə qalır. Yəni, Allah indi evi olmayan hər bir kəsə ev qismətləsin inşallah. Bir dənə burada gözəl bir dənə mətbəxi var. Mətbəximiz də 12 kvadratdır. Radiator xəttləri çəkilib, aboylar açıq, silikon aboylardır. Burada tvistentin yerinə qədər hazırdır. Hamısı tam səliqəlidir. Bir dənə burada otaqdır. Baxa bilərik. Qəşəng, hörmətli izləyicilərim. Bax, kvadratı ideal səviyyədə. Qoşa daşla tikilib, tam keyfiyyətli evdir. Bugünkü bazar qiymətində belə bir ev tapmaq olmaz. 5-ci başda bir dənə otaqdır. Qapılar da keyfiyə qapılardır, kraska qapılardır. Burada sanuzel yerləşir. Asma tavanına kimi, istipoluna kimi hər bir şey qaydasında. Geniş bir otaq istəyənlər, düz ana yolu düşürsən asfalt. Yol asfaltdır, bir nömrəli məktəbə yaxın supermarket var. Araz market, Gəncə təndiri, yəni yaxın bir ərazidə yerləşir. Bir dənə yataq otağı da burada yerləşir. Tam bildiyiniz keyfiyyətli evlərdən biridir, hörmətli izləyicilərimiz. Əgər bu evi alıb, əldən qaçırmaq istəmirsinizsə, tezə çıxıb satışa. Buyurun, zəng eləyin, yaxınlaşın əmlak ofisimizə, baxın bu evə.